Salam, mən sizə Miqə giriş kitabından, deməli, fiqurların sahəsi bölməsindən bir sualın izahını çəkib paylaşıram. Bu sualda bizə nə deyir? Bu sualda bizə deyir ki, deməli, ABC üçbucağıdır. BD tənbölən çəkilib, bizdən rənglənmiş hissənin sahəsini soruşur. Biz tənbölən xassəsinə bilirik ki, deməli, bura S1 yazsaq, bura bir S2 yazsaq, S1-in S2-yə nisbəti, bura A yazsaq, bura bir X yazsaq. Deməli, S1-in S2-yə nisbəti, A-nın 10-a nisbəti, o da bərabərdir 4-ün X-a nisbəti. Buradan çarpaz vursaq, AX-ın 40-a bərabər olduğunu bildik. Mən burada A-ya 40 ədədin nəyin hasilidir? 4 ilə 8-in, daha doğrusu 5 ilə 8-in, 4 ilə 10-un hasilidir. Burada mən deməli A-ya 8, X-a 5 desəm, A-ya 8, X-a 5. Yəni mənim nisbətlərim bərabər olacaq. 8-in 4-ə nisbəti bərabərdir 10-un 5-ə nisbəti. O da 2 eləyir. Yəni buradan S1-i tapsaq, S1 bərabərdir 8 vurulsun 4 bölünsün 2, 16. Ümumi SAB deməli C-ni tapsaq, olacaq 8-in 9-a nisbəti bölünsün 2, o da eləyəcək 36. Bizdən nə rənglənmişsən, yəni S2-ni soruşur. S2 də ümumi SABC-dən S1-i çıxsaq, S2-ni almış olarıq. Yəni 36-dan 16-nı çıxırıq. Doğru cavabımız olacaq 20.